Salam əziz izləyicilər, mən sizə internetdən daha səmərəli pul qazanmanın yolunu göstərəcəm indi hal-hazırda. Demək, mən sizə göstərəcəyim proqramla siz nə mal satırsınız, nə mal verirsiniz, nə mal alırsınız, nə hər hansı bir sərmayə yatırırsınız. Tutaq ki, sizə o vaxtı yadınızdadırsa, TNS şirkəti var idi. Orada siz mal almalıydınız, sonra malı satmalıydınız, özünüzə ətrafınızda adamlar yığmalısınız, elə pul qazanmalısınız. Yəni bu çox əziyyətli bir şeydir. Amma bu proqram nə olan şeydir? Sadəcə siz mobil telefonunuza yüklədiyiniz proqram vasitəsilə sizə gündəlik reklamlar gələcək. Yəni hansı reklamlar? Siz oyun oynayarkən bəlkə görmüsünüz, ekrana reklam gəlir, siz X-ə basırsınız və reklamdan çıxır. Oyun təsisçiləri bundan pul qazanır, amma sizə pul qazandırmırlar. Mənim sizə təqdim edəcəyim proqram belə bir şeydir ki, sizin ekranınıza reklamlar gələcək. O reklama hər X basdıqca siz pul qazanacaqsınız və ətrafınızda daha çox insan topladıqca onlar da hər X-ə basdıqca siz pul qazanacaqsınız. İndi daha ətraflı sizə başa salacağım hər şeyi. İzləyin və tam başa düşün hər şeyi. Bu gördüyünüz, yuxarıda gördüyünüz mənim linkimdir. Yəni bunu çoxları başa salmır, yəni izah eləyim. Bu linklə siz qeydiyyatdan keçdikdə mənim komandama daxil olursunuz. Yəni siz hər X-ə basırsınız, özünüz də qazanırsınız və mən sizdən də cüzi miqdarda pul qazanıram. Əgər siz birbaşa qeydiyyatdan keçsəz, yəni bax bu gördüyünüz linklə qeydiyyatdan keçsəz, tutaq ki, mən qeydiyyatdan keçmişəm birbaşa bu linklə də. Ona görə gedib bir məsələn rus vətəndaşın bir komandasına qoşulmuşam. Mən hər X-ə basdıqca o rus da məndən qazanır. Ola bilsin ki, siz birbaşa bu linklə qeydiyyatdan keçsiniz, yəni bir erməninin, rusun, gürcünün, nə bilim, hər hansı bir Ukraynalı başqa bir vətəndaşın qolu olursunuz, yəni xeyri ona verirsiniz. Amma siz bu linklə qeydiyyatdan keçsəz, yəni bilavasitə ilə mənə qoşulmuş olursunuz. Yəni proqram elə qurulub ki, yəni siz qeydiyyatdan keçdikdə, yəni bax göstərirəm yenə də bu linklə qeydiyyatdan keçdikdə, yəni bu proqramı istifadə edən istənilən şəxsə qoşula bilirsiniz. Yəni bir də gördünüz ki, məsələn, gedib erməniyə qoşulmusunuz, siz pul qazandıqca erməni də sizdən pul qazanır. Yəni belə bir şey. Amma bu linklə qeydiyyatdan keçəndə siz bilavasitə mənim komandama daxil olursunuz və pul qazanırsınız. Yəni sonradan da yəni siz proqramı indi izah eləyəcəm hər şeyi, yəni qabaqda başa düşəcəksiniz. İndi nə edirik? Biraz düşür aşağı. Burada vaş mail var. Vaş mailə mən öz e-mail adresimi yazıram. Öz e-mail adresimi yazıram. E-mail adresimi yadınızda Naçat Zarabatova. Yəni çox vaxt burada belə bir pəncərə açılır bax bunun altında. Orada yəni robot gəlir. Orada quşa basırsınız. Bəzən quşa basdıqda ekrana şeylər gəlir ki, restoran olan şəkilləri seçin. 3 dənə şəkil verir. Onları seçirsiniz. Təsdiq et düyməsinə basdıqda o quş yaşıl rəngdə olur. Ondan sonra Naçat Zarabatova eləyə bilirsiniz. İndi məndə hal-hazırda verməyib bəxtimdən. Mən Naçat Zarabatova eləyirəm. Naçat Zarabatova etdikdən sonra belə bir pəncərə açılır. Yəni burada heç nəyə basmağa ehtiyac yoxdur. Bir vaxt sizə dediyim o pəncərə bu idi. Yəni robot basırsınız. Ekrana bir taş göstərim indi sizə. Ekrana bax belə bir şey gəlir. Yazılıb ki, bir mağazanın önünü içərən rəsmdə, yəni mağazanın ön şəklini göstərən. Budur, bir də budur, 3 dənədir. Basırıq, doğrula eləyirik. Burada quş şəkli gəlir. Düzdür, burada etməyə ehtiyac yoxdur. Yəni bundan əvvəlki göstərdiyim yerdə onu etmək lazım idi. İndi hal-hazırda mənim burada göstərdiyim Gmail-ə kod gedib, o koda girir. Burada mənə e-mail adresimi göstərir və parolumu göstərir. Yəni düzdür, parol mənim yadımda qalmır. Məcburam parolumu dəyişeyim. Yəni yadda qalan bir parol qoyum. Yəni bu Globs proqramı mənə təqdim etdiyi paroldur. Parolu saxlanət eləyirik. Ctrl-C-ni basaraq saxlanət eləyirik və burada bizə link göstərilir. Bu linkə daxil oluruq.
Bu linkə daxil olduqda bu artıq sizin Globus'dan Gate'dən keçdiyinizi göstərir. Artıq siz Globus'dan Gate'dən keçmisiniz. Burada Nastroyka bölməsi var. Nastroyka bölməsi nə üçündür? Lazımdır, sizə göstərəcəm indi. Nastroyka bölməsi bayaq parolu axı yadda saxlamışdıq. O parolu Tekiş parol bölməsinə əlavə edirik. Ctrl V-ni basırıq. Sonra yeni parol özümüzdən hazırlayırıq. Yeni parol belə bir şey olsun. Mən yazıram öz parolumu. Çox adamlar götürür parolu belə işarələyir, saxlanır, yeni bölmə yazır. Etməyin belə. Çünki ola bilər ki, sizin nəzərdə tutduğunuz parolu siz səhv yazmısınız və bura kopyavat eləyəndə, yapışdır eləyəndə, yəni sonradan yazanda girməyə bilər. Çünki ola bilsin ki, səhv yazmısınız birinci parolu yazanda. Ona görə təzədən yazın bunu. Yəni digər saytlardan da keçəndə, yəni buna nəzarət eləyin. Yəni, aha, parolu ikinci dəfə yazdıq. Saxranitə basırıq. Saxranitə bastıq. Hal-hazırda parolumuz yadda qaldı. İndi mən sizə Globus proqramı ilə özü haqqında danışacağam. Bu gördüyünüz Globus proqramını Android mobil telefonlara, tədbiqli mobil telefonlara yükləyirik. Düzdür, iOS-lara da yükləmək olur, amma iOS-larda mən məsləhət görmürəm, çünki iOS-larda reklam bildirişləri gec-gec gəlir, ona görə pul qazanmanız biraz zəif olur, amma yenə də yükləyib, yəni cüzi qədər pul qazanmaq istəsəz yükləyə bilərsiniz. Mən Android-dən istifadə edirəm, ona görə Android proqramı mən hal-hazırda yükləmişəm. Android proqramı yüklədikdən sonra Android proqramı açırıq və belə bir pəncərə açılır. Burada həmin o e-mail adresimizi, yəni Gmail ilə yazırıq. Bir də yeni qoyduğumuz parolu bura yazırıq. White edirik və proqramın içinə daxil oluruq. Belə bir pəncərə açılır. Mən artıq öz komandamı yığmışam burada. Yəni mənim komandam hazırdır. Hal-hazırda 25 nəfər komandam var. Gündəlik bu 25 nəfərdən mən $1 qazanıram. Onların özləri də hətta bəzi dostlarım var ki, özümə qoşun dostlar, onlar da öz ətrafını yığıb, komandasını yığıb, onlar da yəni məndən daha çox pul kazanırlar. Burada Progressive Druga var. Bunu basdıqda isə belə bir şey açılır. Burada siz öz linkinizi, yəni linki də sonra başa salacağım niyə öz linkinizi göndərirsiniz. Messengerdən, WhatsAppdan, digər tətbiqlərdən göndərə bilərsiniz. Yəni həmin dostunuz sizin linkdən keçəndə əlbəttə sizə pul qazandıracaq. Sonra burada belə bir şey var. Aha, bu əsas bölmədir. Yəni bura basdıqda, 3 xəttə basdıqda belə bir şey açılır. Burada qaleriya bölməsinə əvvəl başlayalım. Komanda bölməsini bir sizə göstərdim. Qaleriya bölməsini başlayalım. Qaleriya bölməsində sizə gələn reklam bildirişlərinin siyahısı göstərirlər. İndiyə qədər sizə nə reklam bildirişləri gəlib. Yəni ehtiyac yoxdur baxmaq ora. Yəni istəsəz baxa bilərsiniz. Novosti bölməsində Globus proqramı sizə gündəlik xəbərlər göndərir. O xəbərlərə də girməyə ehtiyac yoxdur. Sizə əsas lazım olan komanda və finans bölməsindən. Yəni ən əsas bölmədən də biri finans bölməsidir. Finans bölməsinə giririk. Finans bölməsinə girdikdən sonra belə bir pəncərə açılır. Burada hal-hazırda görürsünüz, mən 56 sentim var. Düzdür, $2.56 sent idi. Mən onu WebMoney hesabıma atmışam artıq. Yəni rahat olun ki, bilim ki, doğrudan da proqram işləyir. PayPal-a heç cürə pul atmayın. Çünki PayPal elə bir sistemdir ki, Azərbaycanda işləmir. Yəni pul atsız itirə bilərsiniz pulunuzu. WebMoney hesabınıza desəz ki, necə qeydiyyatdan keçmək lazımdır. YouTube-a girib WebMoney qeydiyyat və türkçə yaza bilərsiniz, WebMoney kayıt olacaq yaza bilərsiniz. Orada sizə rahat şəkildə başa salırlar. Mən də elə öyrənmişəm. WebMoney-də necə qeydiyyatdan keçmək lazımdır, necə WebMoney-dən sonra bank hesabına pul atmaq lazımdır, hamısını öyrənmişəm. Yəni siz də YouTube-dan baxıb öyrənə bilərsiniz. Yəni çox asan bir şeydir. Aha, iki cür reklam növü var. Siz Facebookda, Instagramda və ya digər oyunun içində olanda falan sizə reklam bildiriş gələcək, amma səs formasında gələcək. Yəni siz girəcəksiniz reklam bildirişinə, belə bir pəncərə açılır. Belə bir pəncərə açıldıqda
Podrobnaya basmayın, ehtiyac yoxdur. Podrobna nə üçündür? Yəni bu xəbəri girim, oxuyum, onun üçündür. Basmayın ona. X-ə basdıqda siz pul qazanırsınız. Yəni çox sadə bir şeydir. Amma ola bilsin ki, siz Globus proqramı içində olanda elə birbaşa ekrana bu gələcək. Amma başqa proqram olanda bildiriş gələcək sadəcə. Bir də reklam var bu formada. Yəni bu formada deməyin ki, bu nə olan şeydir, bu niyə reklam belə gəlir, X gəlmir. Burada barmaq işarəsi görürsüz, bura basırsınız. Onda belə bir X gəlir. X-ə basırsınız, yenə pul qazanırsınız. Yəni çox sadə bir şey. Pulunuzu tez-tez görmək istəsə, nə qədər pulunuz olub, burada balaca bir refresh düyməsi var, bura basa bilərsiniz. Ya da telefonda ekranı aşağı sürüşdürməklə, barmağınızı aşağı sürüşdürməklə refresh verə bilərsiniz proqrama ki, siz nə qədər pulunuz artıb hər reklamdan sonra. Burada bizim pulumuzu necə WebMoney atmağı göstərəcəm. Burada mənim WebMoney hesabım var. WebMoney-yə basıram və belə bir pəncərə açılır. Əlbəttə ki, mən WebMoney saytından qeyddən keçmişəm ayrıca. Özümə hesab açmışam. Burada hesab rəqəmlərim var, düzdür, üstünü örtmüşəm. Minimum WebMoney-yə 50 sent atma olur. Maksimum istədiyiniz qədər pul atma olur. Maksimum istədiyiniz qədər pul atma olur. Mən hər biri dollar atıram. Burada story platejiyə girsək, düzdür, mənim Ruscam yaxşı deyil deyə biraz ola bilər ki, sözləri səhv tələffüz edirəm, buna görə üzrlü sayın. Burada story platejiyə girsək, belə bir şey atılacaq. Burada mənim 2 dəfə atmışam, görürsünüz, yaşıl göstərir, provide yazılıb. 2 dəfə atmışam, 2 dollarım var artıq. Düzdür, WebMoney hesabımı yenə burada da gizlətmişəm. Sonra bura qaydırıq, yəni burada bir iki şey də göstərim sizə. Yəni tam olaraq hər şeyi izah edeyim ki, rahat olsun sizin üçün. Burada 3 nöqtə görürsünüz. Digər proqramlarda əlbəttə ki, bunu görmüsünüz. Ora giririk. Burada bölmələr açılır. Nastroyka bölməsi nə üçün lazımdır? Yəni mən bu proqramdan gələn bildirişdən səsini başqa səs eləmişəm ki, WhatsApp və Messenger səsinə oxşamasın, fərqli bir səs olsun ki, seçə bilim ki, mənə də reklam bildirişi gəlir. Ustana və avatarı eləməyin, çünki bu eləmək pullandır, yəni nədənsə bunu pulla etməyə qoyublar, yəni profil şəkli pulla etməyə qoyublar. Açınət pillajeni etməyin, sayta girməyin, yəni lazımsız bir şeylərdir. Burada Vuxod var, Vuxoda girib basdıqda siz proqramdan çıxırsınız, digər hesabınızda sonra əlavə edə bilərsiniz və ya təzədən eyni hesabınıza girə bilərsiniz. Bir dəfə qeyddən keçdiyim hesabdan çıxdım, yəni öz əsas hesabıma girdim. Yəni burada mənim qoşduğum komandalar, yəni 22 nəfər qoşmuşam, bir dəfə 20-sini demişdim üzrəyirsən, 22 nəfər qoşmuşam. Düzdür, 9 gün əvvəl qoşmuşam, amma 2 gündür fəaliyyət göstərirəm. Yəni bir həftədə işlətmirdim. Yəni 2 günə artıq 2 dollarım var. Siz necə pul qazanacaqsınız, tam şəkildə burada izah edəcəm. Bu mənim hesabımdır, əsas hesabımdır. Vaşı komanda bölməsini göstərim əvvəl. Baxın, burada mənim qoşduğum adamlar var. Burada bir nəfər, Ceyhun adında biri bir nəfər qoşub, burada Nadia adında biri bir nəfər qoşub, sonra Ceyhun Muradov adında biri artıq 4 nəfər qoşub, hətta onun qoşduğu buradan baxa bilərik, 4 nəfərdən 3-ü aktivdir, hətta mən onlardan da pul qazanıram. Burada görə bilərsiniz, yəni 4 nəfəri qoşub, sonra buradan geri qaydaq bir dənə. İkinci pəncərəyə qoyaq. Burada bəziləri var məndə. Fəxrəddində biri 6 nəfər qoşub artıq. Bundan daha çox pul qazanıram mən. Bu 6 nəfərdən 5 nəfəri aktivdir. Bu 5 nəfərdən bu hesabdan artıq mən 6 nəfərindən də birindən 6 nəfər qoşub qazanıram. Burada 3 nəfər var, burada 3 nəfər var. Yəni komandam getdikcə genişlənir. Yəni izah eləmək istəyirəm ki, siz dostunuzu qoşmusunuz, dostunuz digər dostunu qoşacaq, o da hər hansı bir iş yoldaşını qoşacaq, o da hər hansı bir qrup yoldaşını və s. belə artacaq. Komandanız getdikcə genişlənəcək və siz daha çox qazana bilərsiniz. Siz 7-ci pilləyə qədər pul qazanacaqsınız. Yəni sən Ələkbərə qoşumsan, Ələkbər Arifi qoşub, Arif Səmədi qoşub. Beləliklə 7-ci pilləyəcən siz pul qazanırsınız. Amma öz qoşduğunuz adamların olsa hamısından pul qazanırsınız. Siz 1000 nəfər belə qoşun, o 1000 nəfərin hamısından pul qazanacaqsınız. Sponsor bölməsini göstərim sizə.
Sponsor bölməsi nədir? Mən Teymur adlı sponsor bölməsi nədir? Mən Teymur adlı bir dostuma qoşulmuşam. Mən pul qazandıqca, hətta mənim qoşduğum adamlar da pul qazandıqca, Teymur da onların hər basdığı X-ə görə pul qazanır. Teymur birbaşa qeyddən keçdiyinə görə hər hansı bir sizə demişdim, bir Rusa qoşulub. O da Valentin adına biri, sonra Valentin Nikolayka, bu da Semenə qoşulub. Ən axırıncı pillə 7-ci urovendir. Yəni bu insan 7-ci urovende insan maksimum Teymurdan pul qazana bilir. Yəni məndən qazana bilmir. Sonra statistik komanda göstərəcəm indi sizə. Statistik komanda. Hal-hazırda mənim qoşduğum adamlardan, yəni onların qoşduğu adamlardan 44 nəfərə aktivdir. 14 nəfər bugün qoşulub. Burada urovenlərim göstərilib. Hətta mənim 7-ci urovenimdə var. 7-ci urovenimdə 2 nəfər var. Onun cəmi biri aktivdir. 1-ci urovenimdə 22 nəfər, 15 nəfər aktivdir. Yəni daha çox, yəni bunlar adam qoşduqda mən daha çox pul qazanacağam. Ən əsas bölmə indi sizə göstərəcəm. Ən vacib olan Vaşı ссылка bölməsidir. Vaşı ссылка bölməsi nədir? Bu bölməyə ehtiyac yoxdur. Yəni sizə lazım olan bölmə deyil. Bu bölmədə sizin ссылкavız göstərir. Yəni linkiniz göstərir. Bu link nə üçündür? Bu link sizin əsas linkinizdir. Yəni siz bu linkdən pul qazanırsınız. Yəni dostunuza bu linki göndərirsiniz. Yəni dostunuz bu linklə girib Globus saytına qeyddən keçəndə sizin komandanıza qoşulur. Əgər dostunuz bu linkinizə girməyib, globus-internet.com-a qoşulsa, onda sizə pul qazandırmır. Ola bilsin ki, geçsin hər hansı bir erməniyə qoşulsun və ya Rusa, Gürcəyə qoşulsun. Ona görə sizə pul qazandırmır. Gedib başqa birindən pul qazandırır. Amma siz yəni dostunuzu baş salanda, yəni elə baş salın ki, sizin linkinizlə qeyddən keçsin və sizə pul qazandırsın. Yəni çalışın ki, dostunuz yanınızda olanda onu başa salın, yəni hər hansı bir məkanda oturanda o cür izah eləyin ki, çünki birbaşa linkin özünə girməsin, yəni sizin linkinizə girsin. Finans bölməsi. Finans bölməsi nədir? Finans bölməsinə girirəm. Burada balans bölməsi var. Balans bölməsində hal-hazırda mənim 69 sentim var. Düzdür, 2 dollar 69 sent idi. Mən onu WebMoney hesabıma atmışam. Bir yaxşı sizə göstərdim. Burada bu bölməyə heç cürə ehtiyac yoxdur. Lazım deyil girməyin. Əsas bölmə budur. Burada var, burada üç buzağa basırıq. Внутренний перевод. Внутренний перевод nədir? Yəni sizə baş salım. Yəni sizin hər hansı bir dostunuzu qoşmusunuz və dostunuz artıq proqramda istifadə eləmək istəmirsə, o sizə pul göndərə bilər. Yəni öz qazandığı pulu sizə göndərə bilər. Neçə sent qazanır, neçə dollar qazanır göndərə bilər. Necə göndərə bilər? Onu da izah edeyim. Tutaq ki, dostunuz 1 dollar 40 sent qazanır. Tutaq ki, dostunuz 1 dollar 40 sent qazanır. Onu sizə necə göndərə bilər? Внутренний перевоdu seçir. Burada 1 dollar 40 sent qoyur və sizin qeyddən keçdiyiniz e-mail adresini bura yazır. Və perevesti etdikdən sonra 1 dollar 40 sent sizə gəlir. Bu qədər sadə. Pulu necə əldə edə bilərsiniz? Pulu WebMoney və PayPal-dan əldə edə bilərsiniz. PayPal-dan heç vaxt istifadə edin, çünki PayPal Azərbaycanda fəaliyyət göstərmir. Siz WebMoney-dən istifadə edin. Yəni PayPal Azərbaycanda işləmədiyinə görə istifadə etməyin. WebMoney-də minimum 50 sent ata bilərsiniz WebMoney-yə, maksimum isə istədiyiniz qədər ata bilərsiniz. Mən WebMoney seçmişəm. WebMoney hesabımı basan kimi hesabım bura düşdü artıq. Düzdür, onu gizlətmişəm ki, görməyəsiniz. Tutaq ki, mən atmışam, tutaq ki, mənim bax, burada 69 sentim var, 69 sentim. Bu 69 senti, tutaq ki, yazaq bura, 69, 0.69. WebMoney hesabımı 0.69 sentində atacam. İndi görəcəksiniz ki, pulum sıfırlandı. Perevesti basıram. Belə bir şey gəlir. Prodajit basıram. İndi F5-ə basdıqda
Aha, gördünüz, mənim 69 sentim artıq yoxdur. WebMoney hesabıma 69 sent ötürüldü. Yəni WebMoney hesabıma 1 və 3 gün ərzində, iş günü ərzində pulum ötürülür. Yəni narahat olmayın ki, niyə pulum mənim WebMoney hesabıma ötürülmür? Narahat olmayın, 3 gün ərzində pul ora gəlib çatacaq. Sonra WebMoney-dən öz bank hesabınıza da pulu atıb pul özünüzə əldə edə bilərsiniz. Burada doxod bölməsi var. Burada da izah edeyim, maraqlı bölmədir. Doxod bölməsinə giririk. Doxod bölməsi. Aha. Burada summa göstərir, yəni pullar göstərilib, URVN göstərilib, bir də nə vaxt qeydiyyatdan keçib o göstərilib. Bu mənim 3-cü URVN-imdir. 3-cü URVN-imdə olan bütün insanlar mənə 0-dan 100 mində 18 sent qazandırır. 6-cı URVN göstərilib. 6-cı URVN-də olansa bu qədər pul qazandırır. Sonra 2-ci URVN-də olanlar da elə bu qədər pul qazandırır. 4-cü URVN-də bu qədər pul qazandırır. Ən çox qazandıran mənə 1-ci URVN qazandırır. Bu qədər. Yəni özüm birbaşa keçdə və bu 42 gördüyünüz 63 olur. Yəni özüm hər x-ə basdıqca o qədər pul qazanıram. Yəni burada mənim artıq adamların sayı çoxalıb. 100 nəfərə çatıb, hətta 100-dən çoxdur, yəni 100-dən çoxa baxmaq olmur, yəni sayt göstərmir onu, amma digər bölmədən girib baxa bilirsiniz sonra. Kalkulator vasitəsilə mən sizə göstərəcəm ki, pulumuz necə artır. Biz özümüz təkcə x-ə basdıqda bu qədər pul qazanırıq. Yəni 0-dan 100 mində 63 qazanırıq. Yəni biz gün ərzində təqribən 30-40 dəfə x-ə basırıq. Yəni orta hesabla 35 dəfə. Amma bizim qoşduğumuz şəxslərdən, yəni komandamızdan hər biri ilə yəni cəmi bir dəfə x-ə basmaqla onlar biz onlardan 0-dan 100 mində 42 qazanırıq. Təsəvvür edin, həmin insan gündə 35 dəfə bassa, vur 35. Biz həmin insandan gündə 1 sent qazanırıq. İndi təsəvvür edin, siz ətrafınızı genişləndirmisiniz və siz daha çox adamdan pul qazanırsınız. Təsəvvür edin ki, 100 nəfəri qoşa bilmişsiniz öz komandanıza. İndi bu 1 nəfərindən qazandığınız pulu biz vururuq 100 nəfərə. Aha. Siz hal-hazırda, yəni 100 nəfəri qoşsaz, 1 dollar yarım, və hətta 2 dollara yaxın pul qazana bilərsiniz. Bunu indi ayda təsəvvür edin, yəni heç nədən siz nə qədər pul qazana bilirsiniz. İndi təsəvvür edin ki, siz daha çox adam qoşa bilmirsiniz, yəni 1000 nəfərə adam qoşa bilmirsiniz. Yəni 2-3 ay öz üzərinizdə işləmisiniz. Bu proqramı daha da genişləndirmisiniz. Yəni siz daha çox pul qazanırsınız onda. Bunu da vuraq 1000 nəfərə, görək. Aha, bir adamdan qazandığınız pulu təzədən vuraq 1000 nəfərə. Aha, siz 1000 nəfər qoşsaz 15 dollara yaxın pul qazanırsınız gün ərzində. Yəni bu da aya vuranda, yəni böyük bir pul eləyir. Yəni bunu aya vuraq indi, yəni 30 günə vuraq. 441 dollar, dolları manata çevirdikdə isə 1.80. Bu da 793 manat pul eləyir. İndi təsəvvür edin ki, siz ayda 780 manat, 800 manat pul qazanırsınız. Statistika bölməsində maraqlı bir şey baş salım sizə. Demək, statistika bölməsində Doska Patyota var. Demək, burada hal-hazırda dünyada ən çox pul qazanılan siyasi var. Burada görürsünüz 4595 dollar qazanıb, 3167 dollar qazanıb. Yəni bunlar ay ərzində cəmi qazandığıdır. Yəni bunlar artıq öz komandalarını neçə min insana çatdırıblar. Yəni daha çox pul qazanırlar ay ərzində. Hər ayda gəlirləri daha çox olur. İndi təsəvvür edin, siz dollarla pul qazanırsınız və onu manata çevirəndə nə qədər pul eləyir bu? Yəni 1-2 ay işləsiz proqram üzərində, sonradan rahat şəkildə telefonunuzu cibinizə qoyub pul qazana bilərsiniz. Sonra burada sizə Zagruska bölməsində izah edeyim. Sonuncu olaraq Zagruska bölməsində Windows 7.8, 10, Windows XP, Android və iOS sistemləri üçün Close proqramları yüklənmək üçün linklər verilib burada. Mən Android üçün bir yüklənməni sizə göstərdim. Windows üçün yükləmişəm proqramı, amma mənim ehtiyacım yoxdur. Çünki Windowsda
kompüterdə yükləyəndə gec-gec bildirişlər gəlir, çünki onda da pul az qazanırıq, amma Android sistemi telefonlarda bildirişlər tez-tez gəldiyi üçün daha çox pul qazana bilirik. Yəni məsləhət yenə də yükləsəz, yəni problem olmaz. Yəni nə qədər dostunuzu, komandanızı genişləndirsəz, daha çox pul qazanacaqsınız.